Ay Allah, bu gedib Rəşadı yox, Rəşadı 100% aşağıda tutacaqdır. Xahiş eləyirəm, gəl gir içəri, mən bilirəm sən niyə çölə çıxırsan. Sən Rəşadla tək-bətək görüşməksən, elə şey yoxdur. Ay Gülxanım, sən bilirsən nəsən. Gülxanım, səni dünyaya gətirən o qadın var ha. İnanın mənə ki, mən səni o qadından belə çox tanıyıram. Dünənləri bu qadın, bu mənim yanımdaydı. Efir bitdi də. Efir bitəndən sonra mən istər-istəməz çox üzr istəyirəm. Yəni özümə gəlim, bir rahat nəfəs alım, sonra aşağı inirəm də. Bu da mənim yan otaqdadır. Birdən 3 dəqiqə çəkdi dostlar. 3 dəqiqə. 3 dəqiqəyə geri çöndüm ki, Gülxanım yoxdur. Həmən tez mən bizim əməkdaşlara dedim ki, indi bu hamilədir də. Mən istər-istəməz deyirəm ki, bəlkə yıxılar, bəlkə bir şey olar, özünü pis hiss eləyər. Dedilər ki, aşağıda bir səsküy var. Mən dünən o kameraya baxdım, Gülxanım şok yaşayırdım. Bu hamilə deyib qorxduğum Gülxanım var ha. Baldızın üstünə getmək, onunla görüşmək üçün qapıları qırır ay Allah. Bizim bu Gülxanım. Bu Gülxanım. Ona görə Gülxanım, sən indi çöldə Rəşadla üz-üzə gəlmək üçün Şahin hazırıq. O qapıları, evlatları üçün də qırardı da. Biz bu məsələdə Rəşadla Gülxanımın günahı ucbatından dünyaya gəlib və sonra da əziyyət çəkəcək hələ doğulmamış o körpələrdən danışır. Ver mənə qızım. O Gülxanımdan danışaq. Gülxanımdan danışmaq lazımdır da. Valla mən nə deyim, Yudun gözəl, Bafurini də gözəl bir Çəkdim attım da sizə. Valla, bizim aksiyalarımız çərçivəsində mən deməli Elnurə xanıma vermişdim. Yenə mən bu komanda məni məhv elədi, ilahi. Gətirirəm, bir yerlərə çıxarıram, amma xeyr, elə bir şey ola bilməz. Deməli səhvdir, deməli səhv verilib. Bilirsən, deməli səhvdir. Xanımlar, hər zaman gözəl olun, baxımlı olun, özünüzə baxın, ayaq üstə durun, uşaqlarınızı sevin, ailənizə, yuvanıza sadiq olun. Heç bir gözəllik, heç bir həz, heç bir his ailə, yuva, uşaq sevgisindən önəmli deyil, inanın mənə. Ən böyük sevgi, ən böyük his, ən böyük zövq, ən böyük gözəllik sizin yuvanızdır, sizin övladlarınızdır. Bir ananın ən böyük gözəlliyi onun uşaqlarına verdiyi sevgidir. Balasına göstərdiyi sevgidir. Balaya sevgi göstərmək də o demək deyil. Mən hər şeyimi eləyim balam üçün. Amma bir çox hisslər var ki, Gülxanım, balalar üçün ana onları qurban verir, fədakarlıq edir. Bu da o ananın gözəlliyi. Atmağın buna heç bir adiyyəti yoxdur. Hər dəqiqə bunu bura qatılmasın ki, balalar ondan qabaq verilib, ona da ki, Rəşada görə o uşaqları verməmişəm, bu yəni bunu hər kəs bilir. Ki, mən ondan boşananda Rəşad deyə bir adam mən tanımırdım. Uşaqları imzadan çıxartmısan? Xeyr, uşaqları imzadan çıxartmışamsa da məhkəməyə vermək üçün Sehran bəy kömək istəyib. Sehran bəydən. Hoş xanım dediyinə görə bir söz deyirəm. Dünyada övlad sevgisindən önəmli sevgi ola bilməz. Heç bir sevgi onu əvəz edə bilməz. Amma mən da olar sevgi, amma Gülxanın o sevgini görmür. Amma mən dedin ki, amma mən Rəşad üçün ölərəm, ölərəm. Mən gözlüyordum ki, bir dəfə də gəlsən, evlatlarım üçün ölərəm. Gülxanımın bütün ailəsi ondan imtina edib. Dünən ata da imtina etdi, bibi də imtina etdi. İndi Gülxanım tək başına qalıb və bizə sığınıbdı. Ona görə mən onun o xalaları var, xala oğlanları var, xala qızları var. Mən onlara deyirəm ki, bütün insanların həyatda səhv ola bilər. Ona dəstək verin. Bilirəm. Bir dəqiqə. Gidib onu eləməliyəm. O elə şey yoxdur. İnsan evladına sormalı. Gülxanım öz xalasına müraciət eləsin. Bir xalam danışırdı mənlə. Hə. 2-3 ay mənimlə zəng eləmir. Niyə? Zəng deyirəm, zənglərimi açmır. Niyə? Bildi mi ki, hamiləsən? Yox, bilmir. Allah Allah. Aylardır o mənim telefonumu açmır. Yaxşı, Rəşadla münasibətini bilmişdimi?
Bəli, bilmişdi. Və o deyirdi kimi danışmasın. Heç nə demirdi, heç o qarışmırdı da. Bir dənə Rəşadın ikinci hissə vardı, onu verək Şahin. Ha, gətir. Salam əleykim. Necəsiniz qardaş? Ses gəlmir, ses yaxşı gəlmir müəllimə. Hə, indi eşidirsən məni? İştirəm. Xoş gedəm xanımdır sizi narahat edən. Necəsiniz? Sizin yaxşınız, Allah siz canını sağlasın. Allah şünəniz olsun. Gülxanım atandır, mikrofonu bir dəqiqə. Gülxanım eşidir sizi, burada tək başına qalıbdı. Ata olaraq ona sahib çıx. Ya ses gəlmir, ses, ha. Deyirəm ki, Gülxanım qızım buradadır. Ona sahib çıx. Mən xoş adam, hanım çox sən bilirəm. Neynəmsən? Mən bilirəm ki, bu Azərbaycan görür, mən görürəm sən. Görürsən də, yəni qızının başına gələnləri. Mən kətdən. Deyirəm, qızının başına gələnləri görürsənmi? Mən görürüm, eşitmişəm də, mən ömrümdə mən böyle şey fikir, mən nə bilim, başımda o... Allah təmşirmişim. Gülxanımı? Vallahi, o ki mənim biyabır elədi, bizim bir başımda yerəcək, ona görə. Bir dəqiqə görünür. Gülxanım, yəni siz qızınıza heç sevgi verməmisiniz, baxmamışsınız, heç bir ata olaraq özünüzü günahlandırırsınız. Set gəlmir. Gəl qoy mən sizdən geleyim. Yo, niyə ki eşidirsiniz də məni? Yo, set gəlmir. Mən sizi çox yaxşı eşidirəm. Deyirəm, o bəlanı Gülxanımı oxuyurdun. O bəla, bu nəsil bir böyük bəla yaranır bu. Bəla yaranıbdı. Bəli, yaranır. Dedim ki, bayramla yollaşmırıq. Boşanım qoymadın. İndi görürsən ki, nəticəsi belə olur. Bayramın yanında içki içəndə, başıma vuranda belə olur nəticəsi. Bütün hələ bu həyatımın səbəbkarı ayağı sənsən. Bütün həyatımı ən başından məhv edən sənsən. Güclə məni bu sözü yenə də deyirəm ki, bir içkiyə sən məni onun atasına satdın, onun oğluna. Deyir ki, Gülxanım deyir ki, mənim həyatımı məhv elədin. Məni rəzil elədin, rüsva elədin ailəm içində. Siz deyir ki, içkiyə qurban verdin məni. Mən o çox səbirim. Bu göz qabandır. Başqadan xanım, bayram mən təpik altında deyirdi, o içki içirdi, bayramın ağlı başında deyildi. Deyir ki, bayram məni deyir döyəndə bir ata olaraq o içirdi, baxırdı və gülürdü. Ya, mən demişəm ki, sürü tərəflər, mən heç kimi evini dağıtmaq istəmirəm. Yəni qızın gözünün qabağında döyüləndə bir ata olaraq nə eynirdi? Ya, xoşlanam xabisi, dünya görüşünü xabırsın. Enerjik uşaq-uşağın söhbətinə mən inanmıyorum. Mən əlimdən gələn eləmişəm. Mənə, o saxlayıb məni 10 il. Saxlayıb ki, bayram, sən vur, tək mən saxlayım. Sən vaxtı gəli eləməzdin, pulla onu saxlamazdın. Qabağını tutardın ki, belə eləməsən. Qardaş, indi... Sən də arvad boşamısan, amma kişi kimi boşamısan da, narahat eləməmsən. Bayram belədir də. Qardaş, indi deməli məsələ belədir. Qızınız bu 2 ay sonra ana olacaqdı, küçələrdə qalıbdı. Bir səhv eləyib, səhvinin güdazına gedibdi. Bir ata olaraq ona dəstək verirsinizmi? Yox, dəstək gəldi, onun adamı tapılar, o adamı. Oturub durub, bunu təqarlandırır, geçsin, canı çıxsın, saxlasın. Ay, deyirsiniz ki, Rəşadı tapaq, canı çıxsın, uşaqları saxlasın. Buna baksana, üzülsün sənə, onun sabahı 2-2'dir, onun sabahı ne var? Yox. Tapa bilmir ki. Buna baksana, onu oturdurur, apası uşaqları saxlasın, biz ne saxlamadıq? Deyirsiniz ki, yəni bunları saxlamayacaqsınız. Yox, biz vaxtça qapımıza gəlməsin. Qapıya gəlməsin Gülxanım. Yox. Bəs yaxşı. Yaxşı, bəs bu Gülxanımın başına bir iş gəlsə, bir ata olaraq vicdan əzabı çəkməyəcək misən? Başqa da sən Allah sana balını sağ, sana Allah kimi qoysun. Mən kimə və mərkəzi bir adamım ben. Onun gül kimi ailəsi var. Bu deyəmə familiyasıdır, bayramın familiyası. Mənə deyirlər ki, sən uşaqları atmısan. Boşananda Zeyda, vaxtı qardaş, desəydi ki... sizin o dediyiniz uşaqların atası tapılıb, yəni tapılıb deyəndə itməmişlik tapılaq. Onlar bir yerdə yaşayırdılar. Amma onlar da sahib çıxmırlar. Onlar da deyir bizlik deyir, aldadıb məni deyir. Qayda qanunu, Azərbaycan xaricı qanunlarını əməl eləmək lazımdır.
Tərk edibsə canı çıxıb saxlamalıdır da. Canı çıxıb saxlamalıdır, hə? Bəli, mən altı arvasız qalmışam. Demin kəndi içində yaşayam. Mən heç kimi bir cəmaatı bir qızın bir kəlmə sözləri yaşayam. Mən əkər oğlan tek tane yaşayam ev içində. Aydındır. Yəni siz deyirsiniz ki, deməli Rəşadın canı çıxıb uşaqlarına baxmalıdır. Əlbəttə ki, baxmalıdır. Yaxşı, qısa bir ara verək, görək Rəşad gəldi, hə? Yaxşı.